Salamlayıram hər birinizi, mənim əziz şagirdlərim. Ümid edirəm ki, yaxşısınız. Gəlin belə bir açıq suala baxaq. Klaviaturadan aralarında bir müsbət simvol olmaqla tam ədədlərdən ibarət bir sətir daxil edilib. Bu ədədlərin müsbət olanlarının cəmini və hasilini çapa verən proqramı Python dilindədir, yazın. Deməli, sətri daxil etmək üçün biz input əmrindən istifadə edirik. N bərabərdir. Yazıram input. Mötərizəni açıb bağlayırıq. Bu şəkildə sətri daxil etmək mümkündür. Daha sonra, yəqin ki, sətrin içərisindəki tam ədədləri görürük və müsbət və mənfi olanlarını da biz görürük. 5, 2 müsbətdir, 3 mənfidir, 10 mənfidir digərində, 3, 2 burada mənfidir, müsbətləri görmək olur. Və hər tam ədədin aralığında bir müsbət simvolunu da görmək mümkündür. Və bu tərəfdə isə çıxışa verilmiş cəm dəyişənini, hasil dəyişənini görürəm. Çıxışa verilən dəyişənlərin mən ilkin olaraq onların qiymətlərini, ilkin qiymətlərini təbii ki yazmalıyam. Yəni cəm dəyişəninin ilkin qiymətini 0, hasil dəyişəninin ilkin qiymətini isə 1 olaraq qeyd edirəm. Niyə 1 olaraq qeyd edirəm? Çünki müsbət olanların hasilini taparkən, yəni hasilin ilkin qiyməti əgər 0 olmuş olsa, 0'ı 5'e vuraram, 0 alınar. Sonra yine 2'ye vuraram, yine nəticədə 0 alınar. Yəni, mən müsbət olanların hasilini 5 vurulsun 2, 10 formasında ala bilmərəm. Ona görə hasilin ilkin qiymətini mən 1 olaraq daxil etməliyim. Daha sonra biz əgər sətri dövrə salmış olsaq uşaqlar, sətrin içərisindəki bütün elementləri, yəni müsbət işarə, mənfi işarələr, ədədlərin özlərinin hər birini sətir içərisində sadəcə simvoldan ibarətdir, belə qeyd edeyim. Yəni onu mənfi 3 və yaxud da 2 kimi və yaxud da 0,5 kimi görmür. Yəni hal-hazırda burada bir sətrin içərisində 1, 2, 3, 4, 5, 6, 7, 8 sanki bir simvol var. Yəni hər biri sadəcə tək bir adı var, simvol olaraq gedir. Mən onları bir-birindən fərqləndirmək üçün təbii ki, həmin sətri siyahıya çevirməliyəm. Siyahıya çevirmək üçün təbii ki, mən split, bizim siyahıya çevirmək üçün 2 əmrimiz var. Biri splitdir, digəri isə listdir. List tək-tək siyahıya çevirir. Amma split bizim istədiyimiz yerdən bölür sətri. Ona görə split əmrindən istifadə edirəm və mötərizəni açıram, deyirəm, hər dəfəsində plus simvoluna çatanda oradan bölsün, çevirsin siyahıya. Yəni bu əmrdən sonra bizim siyahımız, baxın bu hal alacaq, 5, virgül, mənfi 3, virgül, 2, virgül, 0 və siyahını bağlayırıq. Təbii ki, siyahının içərisindəki bu elementlər yenə də ayrı-ayrılıqda sətir tipindədir. Amma ən azından burada görmək olur ki, bunların hansı müsbət, hansı mənfidir. İndi mən bu siyahımı salıram dövrə. For dövründən istifadə edirəm. For in, n. N'in içərisindəki i'lər üçün düşsün dövrə. Dövrdə nə istəyirəm uşaqlar? Dövrdə deyirəm ki, əgər int halına salaraq, təbii ki, çünki bunlar axı sətir tipindədir. Int, i, yəni 5, mənfi 3, 2, 0, bunların hər biri böyükdürmü 0'dan? Əgər 0'dan böyükdürsə, müsbət olanların cəmini istəyir təbii ki. Onda cəm dəyişəninin üzərinə mən həmin int halındakı i'ni gəlməliyəm. Bir də hasilini tapır, çünki hasilini istəyir. Yazırıq bura, hasil bərabərdir. Hasilin ilkin qiymətini vurmalıyam müsbət olan i'yə. Məsələn, 5, int halında 5 təbii ki, artıq tama çevrilir. Çünki sətir tipində olan bir ədədin təbii ki, müsbət və mənfi olduğunu bilə bilmərik, xəta qaytarar. 5, 0'dan böyükdürmü? Bəli, onda cəmin üzərinə gəlir. Gəlin bunu qapalı sual kimi işləyək. Cəmin ilkin qiyməti nədir? 0. Yəni, 0'ın üzərinə gəlirəm 5'i. Hasil olaraq, hasilin ilkin qiyməti nə idi? 1. Hasil bərabərdir. 1'i vururam mən müsbət olan 5'ə və keçirəm digər elementə, mənfi 3.
Mənfi 3 sıfırdan böyükdürmü? Xeyr, xeyr dediyimə görə dövrə düşmürəm. Daha doğrusu bu əmri yerinə yetirmirəm, şərtə yox dediyimizə görə. Digər elementi keçirəm, yəni 2-yə. 2 sıfırdan böyükdürmü? Bəli. Cəmin ən son qiyməti nə idi? 5. 5-in üzərinə növbəti müsbət olan elementi gəlirəm, yəni 2-ni və hasilin ən son qiyməti nə idi? 5. 5-i vururam, mən müsbət olan yeni, belə deyim, tam ədədimizə və hasili bu şəkildə alıram. Sonra siyahının son elementi 0-ı götürürəm. int halına çevrilmiş 0 sıfırdan böyükdürmü? Xeyr. Xeyr dediyimə görə həmin bu şərtin, belə deyim, hesablanma əməliyyatını yerinə yetirə bilmirəm. Siyahımın elementləri bitdiyinə görə mən dövrdən çıxıram. Və nəyə çap etmiş olacağım? For dövrü ilə eyni, belə deyim, istiqamətdə yazırıq burada print, mötərizəni açıram. Nəyi çap etmiş olacağım? Bir cəm dəyişənini, bir də hasil dəyişənini çapa etmiş, çapa göndərmiş olarıq.